İnsanı praktik olaraq ən çox ümidvar edən əməl namazdır. Namaza çağırış elə Allahu Ekberlə başlayır ki, sənin üçün nə qədər qlobal olsa, sənin üçün nə qədər böyük olsa, Allahu Allah Ekber, daha böyük. Allah daha böyük. Deyir, bəndə sən məndən elə davranırsan ki, mən sənə bir dənə bir çətinlik göndərəndə car çəkirsən, hamıya danışırsan. Amma sən bura günah göndərsiz, mən mələklərə demirəm. Musa əleyhissalam Allah Teala buyurur ki, mən sizin hər birinizlə elə davranıram, elə məşğulam. O həmin bir nəfərdən başqa heç kəs yaratmamışam. Siz mənimlə elə məşğulsunuz, sanki məndən başqa hamı sizin Rəbbinizdir. Təsəvvürümüzdə olan Allah əslində məxluqdur, Allah deyil. Əsl Allahı kim tanıyırsa, Allahın özü nümayəndəsi, onun adı ilə andır. Şükürləmir, özü də bir sənin lütfündür, sən nəsib elədin, mən sənə şükür edim. Bu necə eləyim axı? Onda Allah deyir, bax hələ indi şükür elədim. Allah Teala üçün hamımız özəlik. Niyə? Çünki deyir, hamımıza xüsusi dəvətnamə göndərib, parmağımızdakı izlərlə, hamımıza. Bir dəvətnamə o birinin dəvətnaməsinə oxşamır. Çətinlikdə olanlar, problemlərlə əhatələnən insanlara aiddir. Onlar ümidlərini üzməsinlər. Elə bir hadisə varmı ki, şəriət ona müdaxilə eləsin? Yatanda belə, duranda da belə, bütün incəliklərə şəriət nə edir? Müdaxilə edir. Elə bir yer var, orada şəriət olmasın. Bəzən də ticarətindən ibadət iyi gəlir, bəzən ibadətindən dünya iyi gəlir. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər. Doğru Yanaşma yenə də efirdədir və yenə də əziz ustadlar, din xadimləri inşallah gözəl bir mövzunu müzakirə edəcəklər. Elə ötən həftə müzakirə olunmuşdu, ümidsizlik, məyusluq haqqında söhbət olmuşdu. Onun davamı olacaq bugün də əziz ustadlardan eşidəcəyik bu mövzu haqqında. Mən ustadları sizə təqdim etmək istəyirəm. Axund Azər Sani, Hacı Mircəfər Eyyubov, Hacı Ramil Bədəlov, hər üç alimi, əziz ustadları salamlayıram. Allah güc və qüvvət versin sizə. İnşallah bugün yenə də ümidsizlik haqqında, məyusluq haqqında söhbətinizi eşidək sizin. İnşallah Seyyid ağa sizlə başlayaq. Buyurun. Bismillahirrahmanirrahim. Selamun aleyküm cəmiyyən. Əleykum. Bizim mövzumuz qalmışdı ümidsizliyi yaradan səbəblərdə. İndi mən müqəddimə deyim, giriş eləyim. İnşallah ustadlar davam eləyərlər. Ümidsizliyin bir praktik səbəbləri var, həyati səbəbləri var, əməli səbəbləri. Yəni, ümidsizliyi yaradan bəzi əməllər var. Bir də nəzəri səbəbləri var. Ən çətini təbii ki, o praktik səbəbləri aradan qaldırmaqdır. Çünki həyatın o mətnindədir, həyatın içindədir. İndi biz nəzəri səbəblərdən başlayaq, görək hara çatırıq. Biri, Allah Taala'nı düzgün tanımamaqdır. Ümidsiz insan, naümid, məyus insan Allahı düzgün tanımır. Xəyalında bir Allah yaradıb özü. Və o Allah üçün də qərarlar verir. İndi Allah mənim barəmdə bunu düşünür, indi bunu düşünür. Filan iş eləsən belə düşünəcək. Bu meyarlara əsas götürür, gəlir öz xəyalında çıxır bir yerə ki, vəssalam, da Allah məndən ümidin kəsdi, da Allah məni bağışlamaz. Və ya bundan sonra da Allahın rəhməti qurtardı. Allahın da hikməti burada keçməz. Allah Teala burada mənim barəmdə belə düşünürsə, vəssalam, bitdi. Belə bir düşüncə ilə yanaşır. Bu da təbii ki, Allah Quranda buyurur və mə qədərullaha haqqa qədrih. Allahın qədrini bilmirlər. Yəni, Allahın, belə deyək, haqqını ödəmirlər bu işlərlə. Allah Quranda bir neçə ayə buyurub, o ayələr məhz ümidsizliyi aradan qaldırmaq üçün daha effektiv görünür. Biri budur ki, Yəmhullah ma yeşâ və yusbit. Allah istədiyini, pozur istədiyini yazır. Qanunlar Allah istədiyi üçün qanun olublar. Nəinki Allah da o qanunlara tabidir. Düzdür, Allah hər şeyi hikmətə əsasən eləyir, amma biz o hikmətin genişliyinin əndazəsini bilmirik ki, nə həddədir.
Özümüzdən əndazə qoşuruq ki, hə 40 ildir günah eləyirəm, da 41-ci il yəqin Allahın hikməti bitdi, rəhməti bitdi. Bu bizim qanunumuzdur, Allahın qanunu deyil. Ya başqa ayədə buyurur ki, keçən dəfə də bu qeyd olundu. Qul ya ibadiyəllezine əsrəfu alə anfusihim la təqnətu min rəhmətillah innallaha yəğfiruz-zunubə cəmiyyən. Allah bütün günahları bağışlayır. Və ya bir ayədə buyurur ki, innallaha la yəğfiru ən yüşrəkə bih və yəğfiru ma dunə dalikə limən yəşə ya dunə dalikə limən yəşə. Allah şirki bağışlamır, qalan hər şeyi bağışlayır. Yəni mümkündür adam hətta tövbə etməmiş olsa belə hər şeyi bağışlasın. Ağa, müdaxilə eləyə Buyurun, bilərəm. buyurun. Bir dəfə yadıma gəlir, biz belə bir mövzuda səninlə bəhsimiz olmuşdu. Biz elə bilirik ki, ədalət. Bizim üçün bu belədir. Ədalət deyilən bir şey var, Bəli. hər şeyi yerinə qoymaq. Biz baxırıq ədalətə bir lövhə kimi və işimizi ona uyğun eləyirik. Amma insanlar da elə bilir ki, Allah da o cür eləyir. Amma əksinə, Allahın etdiyinin özü ədalətdir. Bəli. Nəinki Allah bir ədalət adlı bir varlığa baxır, onu ilə hərəkət edir. Bu mühüm məsələdir. Və Allahın ədaləti İnsanlar- rəhmətinə bağlıdır. Bəli, əhsən. Və Allah Teala özü dedi ki, mənim rəhmətim bütün sifətlərdən öndə Bəli. gəlir. Burada bir dənə hüsnü qubhu əqlini də izah eləyirdi onda. Çünki bir var, bir şey, belə deyilə bir mövzu var da, İslamda bəhs olunur, mühüm mövzulardan biridir ki, bəzilər deyir ki, elə Allah nə etdisə o yaxşıdır. Ümumiyyətlə şey yoxdur. Nə deyirlər ona adına? Yəni biz başa Sistem düşmürük yoxdur, hə. ədaləti. Bir də var deyə yox. Əl-Həsən ma həssənəhu şari, əl-qəbih ma qəbbəhəhu şari. Belə bir dənə mövzu açıblar, üsulda da açılıb, əqaiddə də var. Bəzən fikri budur ki, ümumiyyətlə yaxşı deyilən bir anlayış yoxdur. Yəni Allah məsələn götürsə Yezid aparsa cənnətə yaxşı odur. Filan kəs yaxşını apar cəhənnəmə yaxşı odur. Bir də var yox, bir sistem var. Allah da neyinir? O sistemi düzdür, Allah xəlq edib. Siz deyə, hər iki ruhanimiz deyə, mən bir dənə belə bir şey yazdım. Bəziləri, siz deyirdiniz, danışa, özlərinin xəlq etdiyi xaliqə sitayiş eləyirlər. Əslində xaliqdir, o məxluqdur. O özü elə düşünür, elə xaliq belə olar. Xaliq elə deyir axı. Elə deyil axı. Hətta tarixlərdə görürsünüz, bir adam and içir, hansı Peyğəmbərin zamanəsində yaşayıbsa, necə and içir? Məsələn, and olsun Yusufun tanrısına, and olsun Muhammedin tanrısına. Bu cürünə. Yəni ki, bizim təsəvvürümüzdə olan Allah əslində məxluqdur, Allahdır. Əsl Allahı kim tanıyırsa, Allahın özü nümayəndəsi, onun adı ilə andır. Firon qərq olanda o dedi, Āmentu bi Rabbi Musa və Harun. Musa ilə Harun Rəbbinə iman gətirdim. Aha, buyur Seda. Onun ayələri də var da. Bir hədisdir, İmam Baqir Əleyhisselam buyurur ki, sən beynində Allahdan nə təsəvvür yaratmısansa, nə qədər dəqiq incə olsa, yenə də o sənin məxluqundur. Sən xaliqin deyil. Xaliq deyil. Sən yaratmısan. O biri də ki, Subhanallah amma yasifun illa ibadallahil muxləsin. Təxminən məzmunda ayə var. Deyir ki, Allah bütün insanların, bütün məxluqatın vəsf etdiklərindən pakdır. Yəni, heç düz vəsf eləmir. Bircə müxləslərdən başqa. Onları ki, Allah özü ixlaslaşdı, xalisləşdirib, onların vəsfi düzdür. Qalan heç birinin vəsfi Çox maraqlıdır ki, müxləslər çox böyük zirvədir. Hara baxırsan, onlara ən böyük sözlər. Şeytan bata bilmir ona. Bəli, bəzən görürsən ki, insanlar Allahı öz təsəvvürlərində düzgün tanımayıblar deyə bir məxluq yaradıblar və ittiham eləyəndə də ona o cür öz bildikləri kimi qurublar deyə o cür ittiham eləyir. Bəs bu hara baxırdı ki, bu iş belə oldu? Allah niyə icazə verdi ki, bu belə oldu, o hələ oldu? Ona görə ümidsizlik, ona görə ateist olur. Məsələ də budur ki, həmin o məyusluq getirib çıxardan səbəblərin biri də budur. Ki, insan düzgün Allahı tanımır. Düzdür. Ona görə də məsələn, bəzi məsələlər çıxır, fikir versən, bir dənə vəsilə qərar verən kimi bir nəfəri deyir ki, sən belə deyək, Allah özü eləyə bilməz, sən niyə vəsilə qərar versən? Sən əslində Allahı məhdud eləyirsən, əl qoluna. Allah vəsilə ilə iş görə bilməz. Qəbri öpürsən, deyir, şirk eləyirsən. Bunun nə dəxli var? Bilirsən, deyim. Sonra deyir ki, mən misal sənə təvhidə dəvət edirəm. Sən mənə təvhidə dəvət eləmirsən ki, sən məni özün xəlq etdiyi məxluqa adın qoymusan xaliq, ona dəvət edirsən. Bir də məsələ var ki, azı bir şey də deyim, qeyd edim ki, mühümdür bu. Bəs Allah təsəvvürə sığmır da. O müxləs bəndələrdə hələ Allah təsəvvürə sığmadığına görə
Allahın rəhmətindəndir ki, elə varlıqlar yaradıb, yəni öz elçilərini, öz göndərdiklərini, peyğəmbərləri, imamları. Yəni əgər istəyirsənsə mənə xidmət eləyəsən, bu adamların yolu ilə get, bu adamlara xidmət elə. Düzdür. Bunlar mənim nümayəndələrimdir. Yoxsa yaxşı onları qoy bir qırığa. Sən məni təsəvvür eləmirsənsə, sən mənə necə ibadət İn eləyəcəksən? kuntum tuhibbunallah fəttəbiuni yuhibbukumullah. Bəli. Əgər Allahı sevirsizsə peyğəmbərə, axund deyən söz, Bəli. peyğəmbərin arxasından gedin. O yolla gedin. Onda Allah sizi sevər. Bir incə məsələ də var ha burada ya. Deyir ki, peyğəmbərə məsələn xidmət elə. Peyğəmbər mülayim insandır, gözəl əxlaqlı insandır. Başlayırsan o ilə onlara xidmət eləməklə məşğul eləyirsən ki, əslində insan bütün məxluqata xidmət eləməlidir. Bütün bəşəriyyətə. Bəli. Çünki ən böyük insanlar kimlərdir? Bəşəriyyətə ən çox xeyir verənlər. Bəli. Və ən çox məzlumlar da elə olardı ya, bəşəriyyət tərəfindən elə haqsız. Füzuliyə Allah rəhmət olsun deyir, gəl gör ol padişahın ümmətə qəmxarlığın, ümməti bi-ədəbin zülm-i sitəmkarlığın. Hələ ən çox əziyyət çəkən də insanlar tərəfindən hələ onlar olublar. Və Yasin surəsində də deyir ki, kulli şeyin əhseynahu fi imamən mubin. Allah Teala deyə bilmirdi ki, ya mən eləyirəm bütün haqq-hesabları. İstər istəməz bir insan təsəvvür olunur. Məsələn, mən bir günah eləsəm deyirəm, Allah Teala mənə onsuz da həmişə görür də. Aramız açılıb da mən hər şey eləyə bilərəm. Mələklər həmçinin təsəvvür yoxdur ona görə. Amma insan üçün təsəvvür var ki, bir insan səni müşahidə eləyir. Sən tək deyilsən. Sənin əməlləri gizlində də olsa, hansısa bir şəxs, insan olaraq təsəvvür yaradır səndə ki, özünü yığıb yığışdırasan deyə. Ona görə məhz imamı verir. İmam-ı Mubin. Açıq aşkar imam. İndi Loh-u Məhfuzdur. Loh-u Məhfuz da elə İmam-ı Mubindir. İmam-ı Mubin də elə Loh-u Məhfuzdur. İstər istəməz insanda təsəvvür yaranır ki, bəli, məni görən var. Biri Mən baxır. tək olsam da. Bəli, biri baxır. Biri baxır. Gözəl sözdür. Biri baxır. Sözün yadıma söz saldı orada düz peyğəmbərlərin yüksək məqamında. Deyim, Molla Sədranın belə bir fikri var. Deyirdi ki, ən mədyun insan, ən borclu insan Allaha bizim Rəsul-i Əkrəmdir. Deyir, çünki o qədər gedib, elə yerlərə gedib, fəth edib şey, o düz davan götürürdü. Elə Allaha da deyir, ən borclu insan odur. Molla Sədran. Ona görə İmam Peyğəmbər istiğfar edir ki, onlar gördükcən, o mükaşif olduqca, mənzərə açıldıqca, onlar başa düşürlər ki, biz nə qədər ibadət eləsək, Allaha nə qədər xidmət eləsək, yenə azdır, yenə kifayət eləmir. Onlar daha yaxşı bilirlər və ona görə daha çox Allahdan istiğfar edirlər ki, baxışdadır da əlimdən gələn bu oldu da bundan oyuna eləyə bilmədim. Musa Peyğəmbər Allaha deyir ki, heç Müzəffər ağam qoymur danışma. Musa Yaxşı Peyğəmbər deyirsən. Allaha deyir ki, ilahi, Allah Musaya deyir ki, Musa mənim şükrümün haqqını ver. Bu söz ki var, şükrümün haqqını ver, böyük sözdür də. Quranda bir neçə yerdə bu söz gəlir. Vəttəqullah həqqə tuqatihi. Təqvanın haqqını verin, böyük-böyük sözlərdə. Bir dənə də başqa yerdə keçib. Musaya deyir ki, mənim şükrümün haqqını ver. Deyir, Allah, necə verim? Yəni, nə şükür eləsəm, hələ yenə sənə borclu olacam. Şükür eləməyir, özü də bir sənin lütfündür, sən nəsib elədin, mən sənə şükür elədim. Bu necə eləyim axı? Onda Allah deyir, bax, hələ indi şükür elədim. Haqqını verdin. Əslində Bu ki, bərifətə yetişin. bir şey bildim ki, heç nə bilmirəm. Həmən ona bənzəyən bir şeydir də. Daima sözüm yoxdur. Yox, gəcəb sözlər danışırsan. Bəli, qaydaq mövzuya. Deyir ki, Allah Teala şirki bağışlamır. Sən tamam başqa söz deyirsən. Aşirdir. Allah Teala şirki bağışlamır, qalan hər şeyi bağışlayır. Yaxşı. Allah Teala əgər burada söhbət tövbədən gedirsə, axı tövbə ilə şirk də bağışlanır. Sahabələrin çox əvvəl müşrik idilər də, tövbə elədilər, oldular müsəlman. Bəli. Deməli, burada tövbə şərti yoxdur. Əllamə Əl-Mizanda bunu qeyd edir. Deyir ki, burada Allahın lütfünün, kərəminin, rəhmətinin coşan məqamıdır ki, ola bilər bir insanı hansı əməlinə görə, əgər müşrik deyilsə, günahların hamısını bağışlasın. Bu qədər ümidverici ayələr, Allah Teala
açıq-aşkar deyir ki, la taqnatu min rəhmətillah. Allahın rəhmətindən məyus olmayın. İcazə verin burada bir məsələni açıqlayım. Bəziləri elə düşünməsin ki, burada təkcə söhbət dini mövzudan gedir. Allah günahlarını bağışlayar. Yox, Allah işivi də düzəldər. Allah xəstəliyi də sağaldar. Bəladan da. Allah Hazır kasımlığından, öyle. hər şeydən, yəni Allahın rəhməti. Bəziləri elə bilir ki, günahdır, savabdır, ibadət filan bunlar dini mövzulardır. Qalanlar dünyəvi mövzular. Dünya bütövlükdə dini mövzudur. Bütün bunlar dinin mövzuları, problemləri, məsələləridir. Allah Taala'nın işi dünyadır. Elə bir hadisə varmı ki, şəriət ona müdaxilə eləməsin? Yatanda belə, duranda belə, təharətdə belə, bütün incəliklərə şəriət nə edir? Müdaxilə edir. Elə bir yer var, orada şəriət olmasın. Demək, bütün sənin hərəkətin əslində o dinin içərisindədir. Din Allahın istədiyi kimi həyatını nizamlamaq. Hətta o alimlərdən biri çox gözəl deyir. Bəziləri arasında söhbət olur ki, dini elm nədir, dünyəvi elm nədir? Deyir, hansı elmin əvvəlinə qoysan ki, Allah dedi, Allah yaratdı, Allah elədi, oldu dini elm. Hansı elmin əvvəlinə Allah sözünü qoymursansa, Quran təfsiri də olsa dini elm deyil. Çox Söhbət odur ki, əcibdir ki, əvvəlül elm ma'rifatul cəbbar. Özdə cəbbara, cübran eləyən. Gəmiçini tanı, sonra da gəmidəsini iş gördü. Əsas budur məsələn. Allahı düzgün tanımamaqdan, Allah üçün risalə yazırıq. İndi belə düşünür, indi belə eləyəcək. Oradan yaranır ümidsizlik. Əsas səbəblərdən biri budur. Allahı Gözəl. tanımırsan. O bir filmdə o sosial şəbəkədə çıxmışdı. Çox gözəl söz idi ancaq. Xahiş edirəm sosial şəbəkə deyib, TikTok deyib keçməsin izləyicilər. O bir Xristiyan, qeyri-müsəlman, əhli kitab bir keşiş danışır. Bir xanım yerdən durur, deyir ki, Allahı bir cümlə ilə vəsf edə bilərsiniz? Deyir, bəli. Allah Teala buyurur ki, heç biriniz məni düzgün başa düşmürsünüz. Çox gözəl sözdür bu, çox qəşəng sözdür. Yəni, bizim işimiz Allahdan istəməkdir. O Hafizin sözü var, deyir. Azərbaycanca bilmirəm, Azərbaycan ədəbiyyatında var bu ya yox. İndi mən deyim, siz də yəqin ki. Olsa deyərəm. Hə, inşallah. To bəndəgi, ço gedayam, bi qəst mozd məkon. Yox da elə şey. Ki, xacə xod rəveş bəndə pərvəri danətdir. Onu öyrətmə də. Dilənçilər kimi Allahdan istəyəndə nəsə haqq almaq üçün istəmə. Allah bilir bəndəni necə saxlayarlar. Mən nə hacət ki, qıllam şərh ona hali dilimi. Cümlə hali dilimi, yarı bilibdir, bilirəm. Var imiş. Ona oxşar biri də var, deyir, padişahım, sən məni qıl bir qəbuli xidmətə, mən qədai kuyun olmaqdan məgər ariylərəm. Düzdür, tam o da deyir, amma var. Oxşar bir şey, onun əvvələ belə bu cür başlayırdı elə. Belə bir hədisi qüdsü var amma, yadıma düşdü. Deyib, bəndə mənə öyrətmə, mənim buyurduğumu elə, mənə öyrətmə ma yuslihu ki, nədir sənin məsləhətun? Mən bilirəm nədir sənin məsləhətun. Bəli. O qurban namazı... Mən bilməzəm mənə gərəkim, sən həkimisən. Elə deyil, mən bilməzəm mənə gərəyin, sən həkimisən, mən eylə, vermə hər nə gərəkməz sana, mənə. Bəh. Mən eylə, yəni vermə də. Qadağan elə, vermə günə sənə yavaş. Onu demək üçün də mərifət lazımdır. Biz deyirik, ver. O bayram namazının duasında da var, həm qurban, həm fitr bayram. Allahum minnəsələkə xeyrə ma səələkə bi ibadikə salihun. Xeyr istəyir. Allahdan xeyr istə. Ola bilər mənim xeyrim qulaq vurmasındadır. Ola bilər mənim xeyrim nemətdədir. Ola bilər mənim xeyrim sağlamlıqdadır, ola bilər xəstəlikdədir. Yəni, bəzilər deyir ki, yox, niyə xəstəlik istəyir? Xəstəlik istəmirsən, amma fikirləş, səni xoşbəxt edəcək nədir? O məşhur əhvalat var, hamımız da bilirik, danışırıq, deyir. Bir nəfər atlı gedirdi. Onu mən danışacaqdım elə indi. Danış elə onu, oxu bir onu. Əla bir söhbət deyir. Çox hikmətli əhvalat. Gör ki, indi bəlkə ravilər fərqli olsun. Sən danışdıqca mələ yadıma o düşürdü ki, istəyirdim onu danışım. Amma tərəddüd eləyirdim ki, görürsən. Danışmayayım. Danışım. Deməli, gör ki, bir nəfər uzanıb, bir yerdə istirahət eləyir, bir dənə ilan çıxıb bunun sinəsinə. Bu atı çapır ki, tez çatsın buna, ilanı qoymasın da sancar bunu. Gör, ilan girdi bunun boğazından mədəsinə, qarnına getdi. Necə bəlkə yatıb da. Hayır, ilan balaca ilandır. Çatır ona, çatan kimi bir dənə qamçı buna,
Oyanır, nə olub? Çırpır ki, qaç. Təzə oyanıb, hölünə oyanıb yuxudan, bir dənə atlı çırpır bunu, qaç. Vurur, bu da bilmir niyə, söyür onu, sən neysən, bu elə vurur. Qaçır. Gəlib girirlər meşənin elə bir yerinə ki, çürük almalar tökülüb yerə, meyvələr tökülüb, deyir, tez ol, ye bunlardan. Mən bu çürükləri niyə yiyim, yeyəcəysəm? Döyür buna, yezdirir. Daha qarnı partlayana qədər deyir, indi qaç yenə. Allahu Ekber. Qaçırdır. Bu da bütün bu proseslərdən, həyəcandan, çürüntüdən təhəvvü eləyir, istifraq eləyir, qaytarır, ilan düşür yerə. Bu Mövləvi Məsnəvidə qeyd eləyir. Deyir ki, mən bunu eləməsəydim sənə mən necə deyirdim, qarnı və ilan girib, bağrını çatlayardı, ölərdin. Necə səni buraxaydın belə, ilan səni məhv eləyərdi, sancardı. Sən mən nə qədər söyürsən söy, nə qədər təhqir eləyirsən elə. Mən bu zülmü, bu cəfanı sənə verməliyəm ki, zülm düz ifadə olmadan, cəfanı, cövrü sənə eləməliyəm ki, sən xilas olasan, xoşbəxt olasan. İndi bizim də daxilimizə şeytan adlı bir ilan girib. Allah Teala öz nümayəndələri ilə götürüb qamçının əlinə deyir, qaç. Ora gedirsən bir problem, bura gedirsən. O Quranda ifadə var, zəhrətəl həyati dünya. Dünya həyatı qönçədir, tumurcuqdur, heç vaxt çiçək olmur. Amma dərd də burasındadır ki, bəndə ucuruna söyür onun kimi. Yəni, dinə əks hərəkətlər. Hədə sən niyə belə edirsən, sən məndən bunu nə elədin? O qədər deyinməyə o. İndi sən təsəvvür elə Allahda, Allahın höccətlərində, bəşəriyyətə olan sevgiyə bax, məhəbbətə bax. Hətta mən bir yerdə rastıma da çıxmışdı ki, değişmir ki, İmam Hüseynin başının daldan niyə kesir, deyir, üzbəüz, deyir, gözünə baxa bilmirdim. Onda da məhəbbətlə baxırdı, deyir mənə. Yəni, hidayət olmağını istəyirdi. Sevgi nə boyda olmalıdır ki, sənə qarşı bu qədər zülm olur, amma ki, sən o sevgindən geri qalmırsan. Nə qədər müharibələrdə Əli əleyhissalamın əlindən düşür, daha doğrusu qarşı tərəfin əlindən düşür, Əli Kərbəlada xəncər əllərindən düşəndə öldürmürdü ki, bəlkə hidayət oldu, get. Malikəşlərlə Əli əleyhissalamın bir dənə belə bir söhbəti var, deyir, say hesabı ilə hamımızı eyni adam öldürmüşük sən. Nə oldu sən? La fəta illə əli, la seyfə illə zülfüqar. Yəni, öz aranda dostlar da belə zarafatlaşanda Əli əleyhissalam dedi ki, düz deyirsən, bizi eyni sayda adam öldürmüşük. Amma sən qabı ağva çatanı öldürmüşsən. Mən isə baxmışam ki, bəlkə düzəlmək tərəfi var. Bəlkə bunun övladları nəsə bir babat bir adam olar. Mən seçib öldürmüşəm, deyir. Yəni, hətta adam öldürməyin özündə də belə, o bir söz nəyə bənzəyir, mən həmişə misal gətirirəm onu ki, insanları kimisə məsumun bir adamı öldürməsi müharibədə də bənzəyir, insan bədənində hansı bir qanqren olmuş yer, amputasiya eləyirlər, kəsirlər ki, bütün bədəni zəhərləməsin deyə. Bu məcburiyyətdən olur bu. Onların adam öldürməyi də bu cür neydi? Öldürmürsən də öldürməyə gəlir. Bəli, bu cür nə məsələ. Öldürmək özü də rəhmət olur orada. Yəni, onların, ariflərin belə bir sözü var, deyir ki, Allahın Rəhman adı bütün adlarının pişnamazıdır. Səbəqət rəhmətuhu qəzəbəh duasını böyük mütəfəkkirlərdən biri belə izah verirdi ki, yəni, qəzəbinə də istiqamət verən rəhmətidir. Yəni, sən qəzəblənsən də gələk məhəbbətdən qəzəblənəsən, kökdə yanan məhəbbətdir də. İkincisi, indi bu Allahı tanımaqda çox getməyə... Bu hələ çox yaxşı gedişatdır ya. Sən danışdıqca biz də müdaxilə edirik. Mənə ipucu verim siz ki. Bəli, sizin böyüklüyünüzdən. İkinci ipucu həyatı düzgün tanımamaqdır. Qəşəng. Bu həm fəlsəfi, sosioloji, psixoloji bir mövzudur, həm dini mövzudur. Həyatı düzgün tanımırıq. Mən bir misal çəkim. Küfəllər Müslüm əleyhissalama beyətdən imtina elədilər. Yəni, xəyanət elədilər. 18.000 nəfər beyət eləmişdilər Müslümün vasitəsilə İmam Hüseyin əleyhissalama. Sonra çıxdılar beyətdən. Bəhanələri nə oldu? Müharibə olmasın, qanqada olmasın. Həmin 18.000 nəfəri İbn Ziyad göndərdi Kərbəlaya döyüşə. Həmin 18.000 nəfər sonra Təvvabinlə döyüşməli oldular. Həmin 18.000 nəfər Muxtarla döyüşməli oldu. Yəni, şeytana hər nəyə qurban verməyə hazır olan bəndə
Allaha qurban verməyə gələndə başlayır etirazlar eləməyə. Nə bilim, ümidsizləşməyə falan. Qardaş, həyat budur. Həyat qurban tələb eləyir. Bəzən vaxtını qurban verirsən, bəzən enerjini qurban verirsən, bəzən komfortunu qurban verirsən. Nəsə qurban verməsən əldə uğur eləyə bilməzsən. Yəni biz istəməsək belə qurban veririk. Eynən sevdiyin adamın ki, qulluğunda dayanırsan, nə xidmət eləyim sənə, nəyə ehtiyacın var, su istəyirsən, su, yemək istəyirsən, yemək, çay istəyirsən, çay, maşın istəyirsən, maşın, Heyfslənmirsən ki, buna getdi. Bəli, sevdiyin üçün nə qədər sərf eləsən, nəyindən sərf eləsən, əslində ondan zövq alırsan. Və ona görə də böyük kişilər, ariflər ibadətdən o cür zövq alırdılar ki, arifin qıldığı 2 rəkətdən aldığı zövq avamın cənnətdə aldığı zövqdən artıq idi. Niyə? Künci bəlada fikrün ilə lal oturmağı, qəsri behişdə söhbət uğraya vermək. Yəni o məşhur beyti ya Rəbb bəlayı eşqlə qıl aşina məni. Niyə? Çünki bilir oradan gələn faydanı. Bilir ki, Allah elə bir alıcıdır ki, ona bir dənə adi şey qurban verirsən, ya cənnət verəcək, ya rizayət verəcək. Gözləmək ölməkdən pisdir. Bir var ölümü gözləyirsən, o daha axırdır. Bir də var ki, yox da girdik döyüşə. Gecə ilə bir gecəlik möhlət alır. Ki, sən də bilirsən, dəqiq öldürəcəklər səni. Bu möhləti niyə alırsan? Namaz qılacaqsan, istiğfar eləyəcəksən, Quran oxuyacaqsan, zikr eləyəcəksən, təsəvvür eləyəcəksən. Rəsul deyir, uhibbus səlah vəl-qiraə və dua. Mən sevirəm, deyir Rəsul. Hər o etapı ki, məsuliyyət deyil, sevgidir. Bir arif bir etapı keçəndə ona mükaşifə verilir, ondan aldığı zövq var. İndi bu son etapı idi İmam Hüseynin də, öz canında, balalarını da verir. Gör, indi o ibadətdə onun mükaşifəsinə, oradan nə zövq alıbsa, müharibəni bir gecəlik saxlayır, bir o gecə mən onu əldən verə bilmərəm. Bu dəhşətli bir şeydir. Əslində var, bizə göstərirlər. Biz belə danışırıq, hələ bilərlər, biz o yerin adamı deyirik. Ancaq ən azından o yeri bilirik ki, belə bir şey var orada da. Ona can atmaq lazımdır. O zövqü tutmaq lazımdır. O ləzzəti almaq lazımdır. Allah qismət eləsin. O zövq alana da Quran məntiqində rəşid deyirlər də. Habbəbə ileykum əl-imanə və zəyyənəhu fi qulubikum. Buyurur ki, axırı deyir ki, ulaikə humur raşidun. Mənim bəndələrim var ki, məhəbbəti var da ibadətə, itaətə, ilahə və nifrəti var günahlara. İnsan gəlir bu yerə çatır ki, bir adı dedi Seyid Ağa Toxun dedi, bir var məsuliyyət bilirəm, bir o eşqlə eləyirəm. O ki, eşqlə eləyirsən, olursan rəşid, raşid. Yəni ona görə rüşd odur da qət təbəyyənə rüşd. Bu eşqlə eləməyi siz indi səsləndirdiniz. Ola bilər, biz dinləmə psixologiyası var, əxs eləmə, algı psixologiyası. Orada bizim çox problemimiz var. Yəni biz sənə imkan vermirik danışmağa. Yox, sizin işim yoxdur. Sizə demirəm onsuz da. İnsanlarımız, xalqımız çox alim, çox istedadlıdırlar. Amma bu ümumbəşəri problemdir ki, insan bəzən eşitdiyi sözlərin qismən bir hissəsini qəbul edir. Bu ki, deyilir İmam Hüseyin əleyhissalam və onun pak əcdadı, onun sülaləsi, onun yolunu gedənlər namazı sevirlər. Bu o demək deyil, məsuliyyətli deyirlər, sevirlər. Bu o deməkdir ki, biz bu dünyada sevdiyimizə necə can atırıq və Allah onu bizə verməyəndə necə narahat oluruq. Budur sevgi. Yəni, arzusu budur, həyatı budur, bunu istəyir. Necə məsələn İmam Hüseyin ağa Kərbəla şəhidlərinə məqamların göstərəndən sonra sabah qırğın idi ölmək uğrunda ki, mənim evim var orada, mənə göstərir, zəmanət olunub, təzmin olunub, qarantiya alınıb. Mənim nə işim var burada? Çıxım gedim o tərəfə də. Ondan sonra artıq qırğın idi sabah. O deyirdi, mən gedim, bu deyirdi, mən gedim. Yəni, belə bir misal deyə bilərəm sizin sözdə. Elə bir ki, evdə ata oğluna deyir ki, bala get çörək alır, deyir, gedim alım da. Ürəyində səydə gedir alır, get. Bir də var, oğul da var, elə baxır atanın ağzına ki, atam iş tapşırsın, gedir. Kaş mənə deyib get çörək. Kaş mənə deyib. Məhz Allah vəliləri, Allah dostları, o imanın zirvəsinə yetişənlər həmişə əllərin qoyublar ürəklərinin üstünə deyirlər, nə istəyirsən məndən?
sözüm var mənə, buyruğum var mənə, tapşırığım var mənə. Dinən eləyim. Hətta əxlaq ustadları bu mövzunu açıblar. İtaəti iki yerə bölünür. Əməli itaət, qəlbi itaət. Qəlbi itaətin adı nədir? Termin olaraq belə qoyublar əxlaqda. İnqiyad-ı qəlbi. Yəni qəlbin bir yerə yetişib ki, dayanmısan Allahın huzurunda, dayanır, baxırsan, sözüm var mənə. O olur. Deyirək gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bunun alanın. Əhsən. Dayanmışam elə bir ki, o dayanır ki, görsən, elə ağzını sən kimi, ağzını açmıyor, dinləyim. Bir şey demədim, bir dayan da. Təxminən elə. O siz dediyiniz söz düz sözdür də. Həqiqətən də o demək doğru məsuliyyətsiz yaşayırlar. Gəlir ki, nə lazımdır? Hələ gözü sataşan kimi. Bir də Mirzəfər ağa, dünyanı düz tanımaq. Söhbət eləyirdin, qurban sənə. Bu xof və rəca məsələsi ki var, ümid və qorxu, rəhmətinə ümid, qəzəbindən, yaxşı sevgisini itirməkdən də qorxu. Onu itirməkdən qorxuram. Bu qorxu var da axırda. Ümidsə ona haçansa daha da yaxın olmaq ümidi. Bu cür nə deyəndə daha yaxşı, cəhənnəmindən qorxuram, cənnətə hərisəm. Bu biraz insanlarda bir ikrah hissi doğurur. Bir də biz məyusluq və süslük haqqında danışırdıq da. Əvvəlindən söhbət belə idi. Bir məyusluq, bir süslük. Mənə elə gəlir ki, məyusluq hələ bu yola iqdam etməyən insanlara aid ki, Allahın rəhmətindən məyus olub, Bismillah eləyib gəlmir tövbəyə. Amma süslük isə bu yola gəlib. Amma süst gedir. Amma o həvəssiz gedir. Sariyu ilə məğfirətin deyil, sürətli deyil. Bənziyir o məğzubla zalinə. Məğzub odur ki, qəzəbə düçar olub, heç bu yola çıxmayıb. Azmış adam zalinin odur ki, yola çıxıb. Yola çıxmayan adam hara açsın? Yola çıxmağına çıxıb, amma azıb. O təvasav bil-haq və təvasav bil-səbr məsələsi də odur ya. Bir adama haqqı tövsiyə eləyəsən ki, bu həqiqətdir, gəl yine bu yola, gəldi. Amma onun dalıcan səbri də tövsiyə eləmək lazımdır ki, bu yolda süstlüyə imkan vermə. Hər bir sahədə, üzrəyəm, hər sahədə belədir. Bir idmançı, bir məşqə gedir də, gedir, gəlir, bir müddət gedir, gəlir. İstər-istəməz bir dənə araya bir dənə düşür, süslük. Bu ancaq dinə aiddir ki. Bütün məsələlərdə bir arada həvəsdən düşmə var. İşə girir, 3-4 gün getmək istəmir. Bir nəfər gəlirdi ki, məsələn, mən namazı, bilsən necə qılıram, istəyirəm tez bazar qutarım, neyniyim? Adətən rükuda, səcdədə nə duası deyirsən? Subhanə Rabbiyəl azimi və bihamdi. Bir dəfə deyirsən, deyirəm 7 dəfə deyir. 9 dəfə deyir. Çoxdur. Ta o vaxta qədər ki, sən rüküyə getdin, içində sənə diyan var, qalx, tez elə, qutar, tez elə. Ta o səsini kəsənə qədər. Onun əksini elə. Bu süst olan adamlar var, halbuki hədisimiz də var da, münafiqin namazı süst olar. Hələ bu qorxuzu xəbərdarlıq edir ki, birdən münafiq olarsan, namaza bu cür nə süst yanaşma, namaza bu qədər laqeyd olma. Onun ən qəşəng variantlarından biri elə cəmaat namazıdır da, bilirsiniz də, yəni o daha gözəl olur. Və Allah istədiyi kimi əvvəlindən yerək bu işə elə başlayasan ki, dəstəmazı da o sevgi ilə alasan. Oradan başlayır da hər şeydə ki, o halı istəyəsən Allahdan, bir də ki, o vaxta qədər normal yaşayasan, normal həyat tərzi sürəsən ki, sübdən zöhrə qədər normal həyat tərzi sürəsən ki, zöhrdə normal namaz qıla biləsən. Bəli, buyur. Deyir, Quranda möminlərə deyir ki, əqamus səlah, namazı qaldırırlar. Münafiqlərə deyir, İzə qamu ilə sılati qamu kusala. Qalxırlar namaza, onu tənbəl. Namazı qaldırmaq yox deyir, zorla qalxıb. Onda da elə tənbəl bitər edirsən. Biz qılıb qutarandan sonra rahatlaşırıq. Peyğəmbər namazı girəndə rahatlığa gelir. Fərihnayə. Bir də vələzzalini toxundunuz, məğzubun aleyhinə yolu azma, hədəf itirmək. Quranda bir ayə var, o yadıma düşdü, o ayə ilə də əlaqəlidir. Və mə zallə sahibukum və mə qava. Peyğəmbər deyir,
nə rivayətə, nə zəlalətə duçar oldu. Rivayətlə zəlaləti ikisi yanaşı gəlinəndə deyir ikisinin də mənası fərqli oldu. Belə üsulda belə bir qayda vardı. İzə içtəməa, iftəraqa, içtəmə. Bir yerə gələndə başqa-başqa mənalar verir. Başqa yerlərdə olanda elə iki eyni. Amma burada ikisi ki yanbayan gəlib, alimə mütəfəkkirlər təslimdə oxumuşam. Deyirdi ki, rivayət hədəf itirməkdir, zəlalət yolu itirməkdir. Bəzi vaxtlar insan hədəfi bilmir, gedir. Elə bilir, o düz gedir. Bəzi vaxtlar hədəfi tapıb, yolu səhv gedir. Bilir Allaha qovuşmalıdır, yolu səhv götürür. Deyir ki, o ayə ki var, İhdina sıratal müstəqim sıratal ləzinə ənəmtə aleyhim qayril məqdubi aleyhim vələzzallin. O zallin, o yolu itirənlərdir. Məğzub, hədəfi itirənlərdir. Bir də var sirat ki, o siratın yolu da bəllidir, hədəfi də bəllidir. Amma o sirata gedən yol hardan gedir? Sıratəl-ləzinə ənəmtə əleyhimdən gedir. Neymət verilənlərin arxasına getmək lazımdır. O neymət verilənlər kimdir? Və mən yuti'illah və Rasul fəulaikə mə'əlləzinə ənəməllah aleyhim minən nəbiyyinə və siddiqin və şühəda və salihin və həsunə ulaikə rəfiqə. Onlar kimlərdir? Salihlərdir, şahidlərdir, peyğəmbərlərdir, siddiqlərdir. O siddiq də kimdir? Hədislərdə əhl-i beyt. O şahidlər kimdir? İ'məli səyərallah əmələkum və rəsuluhu əhl-i beyt. Salihlər kimlərdir? Təfsir Burxanda deyir, Hasan Salih gəldi, qeydi vurulmadı, bilin ki, əhl-i beyt. Bu tərəfdən də ki, nəbi də ki, peyğəmbərlər. Yəni, Sırat-əl müstəqimin iki dənə əks tərəfi var. Ət-təriqul vustahiyəl caddədir də. Biri yolu yanlışdır, birinin hədəfi yanlışdır. Amma sirat konkret aparan yolda, Allaha çatdıran yolda, onun da yolu Əhl-i Beytdən keçir. Quran-ı Kərim məntiqinə əsasən. Ona görə Allah Teala dedi ki, Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum neyməti. Əlinin əli qalxandan sonra, Peyğəmbər buyurandan sonra ki, bu bitmədi, mənim ölümümlə elə bu sistemdir, bu məktəbdir, dedi, indi neymət tamamlandı. Tamamun neymə Əhl-i Beytdir. Qaydal mövzumuz. Bir də ölümü düzgün tanımamaqdır. Ölümü düzgün tanımamaq insanları məyus eləyir. Ölüm ölmək deyil, yer dəyişməkdir. Fənadan bəqaya köçmək deməkdir. Ölümü düzgün tanımadığı üçün elə bilir ki, ölümə qədər nə elədim. Nə ləzzət aldım. Əhsən. Ondan sonra heç Bu materialist düşüncə insanlara aiddir də. Yəni müsəlman inancı var da axirətə, hə? Böyük təfsir alimi deyir ki, biz nəzəriyyədə yəni möminik, əməliyyədə materialistik. Nəzəri olaraq Allah, Peyğəmbər, axirət, məad. Amma həyatına baxsa, bir dənə axirətdən sonrası üçün planı yoxdur, ölümdən sonra. Hamısı ölümə qədərdir. Ona görə görür ki, arzularım həyata keçmir, ruhdan düşür, məyus olur. Qurtardı da, yəni ki, mən öldüm, nə, heç nə, aparatı məni zibillik. Bir sot torpaqdan ötür qardaşı ilə, ya əmsi oğlu ilə, dava qırğın neçə illərdir, özü də elə səsini atır başına, elə hərəkət edir. Deyirsən ki, müsəlman deyilsən sən, bu bir sot torpaqdır da, sənin inancın yoxdur, özündən aparacaqsan. Yəni, elə siz demişlər, elə davranırsan ki, bu müsəlman deyil. Alimlərdən biri ona misal getirir ki, 4 yaşında uşaqlar vırışırlar oyuncağın üstündə. O onun qumunu dağıtdı, o onun maşınına əl vurdu, filan. Özləri böyürlər, ağılları böyürmür. Onların oyuncaqları böyür, həqiqi torpağa çevrilir, həqiqi maşına çevrilir, ağıl böyürmür. Elə 40 yaşında da qırırlar yenə onun üstündə bir-birlərini. Yaşa dolurlar, amma yaşlanmırlar. Yəni, yenə deyir, mənim torpağım, mənim avtomobilim, mənim sərhəddim, mənim həyətim, mənim... Yəni, həmin şeydir, sadəcə başqa formada. Keçirik bu ölüm məsələsindən. Üçüncünü deyim ya? Dedi. Üçüncü də... Üçüncü dedinizdə Seyid ağa. Yox, bu ölümdən həyat ikisi eynidir. O ikisi eynidir. Dünya düz tanımaq, bir Allah maddəyə tanımaq. salmışdım, təfsirə bir təfsir. Yoxdur. Burada isə üçüncü məsələdə isə bu ikisinin belə deyək də nəticəsində yaranmış problemdən çıxa bilməmək, şuur altını təmizləyə bilməmək. Ona nə qədər deyirsən ki, Allahın qüdrəti var, zehni qəbul eləyir, şuur altısı qəbul eləmir. Nə qədər ona deyirsən ki, ay kişi,
Ola bilər sənin başına bu qədər müsibət gəlib, sağ əlin kəsilib, sol əlin kəsilib, sağ ayağın kəsilib, sol ayağın kəsilib, gözün kördür, qulağın eşitmir. Amma sən nəfəs alırsansa, Allah Taala burada da sənə özəl bir ləzzət məcmuəsi verəcək. Qəbul eləmir. Niyə? Çünki şuuraltı çox təkidlə buna qarşı mübarizə aparır ki, bitdi. Həyat başqalarının həyatıdır. Onlar kimi deyiləmsə, bəsələn, bədbəxtdir. Bu şuuraltının təmizləmə prosesi praktik prosesdir. Bu nəzəriyyələri qəbul eləmək üçün gərək əməliyyədə iş apara və az iş deyil. Ona görə məhz bu məqamda, məsələn, intihar eləyənlərin o şuuraltısını dəyişmək üçün terapistlər ortalığa girir. Yəni, bu baxımdan psixoloqların, terapistlərin çox böyük məsuliyyət yaranır. Elə belə deyil. Təsadüfi deyil ki, Səfəvilərin babası Şeyx Səfiyyəddin təkiyyəsi var idi və onun təkiyyəsini indiki dildə alimlər, psixoloqlar deyirlər, ilk psixoloji mərkəz oraymış. Cəmaət gəlmişlər, məsləhət alıb gedirmişdir. Hamı gəlmiş, biri deymiş, məsələn, arvadla kişi dava eləyir evdə, gəlirmişdir onun yanına, biri demiş, oğlum qaçıb evdən gəlmişdir. İnsanlara həyat məsləhəti verirmiş. Yəni, psixologiya elmi ümumiyyətlə dindən yaranıb. Əvvəllər keşişlər və ruhanilər idi insanlara psixoloji məsləhətlər verənlər. Mənəvələ Peyğəmbər sallallahu aleyhi ve aleyhin dövründə baxırıq, ya imamların dövründə. Həmişə əksər insanlar fikri məsələsini gəlmirdilər ki. Əksər insanlar gəldilər, öz maddi, dünyəvi məişət problemlərini həll eləmək. Abdülazim Həsəni rəhm etdik. Gəlirdi. 4 imam görüb də o, 4-dən. 4 imam. Vəkili olub onlar. İmam Sadiq əleyhissalamın yanına gəlirdi. Deyirdi ki, gəlmişəm ki, əqidəmi başdan axıra qədər deyim sənə gör, harda nə problemim var. Başlayırdı öz əqidəsini, təvhiddən başlayırdı, bütün nəzəriyyəni, tutduğu rejimi, filanı, hamısını deyirdi və imamdan hər dəfədə bir müəyyən nəsə təsdiq alırdı, ya nəsə düzəliş filan, tez-tez bunu eləyirdi. Bunu mütləq lazımdır ki, insanlar indi durub deyək ki, biz imamı hardan tapaq? Sən heç o yerinə Şah Abdüləzim sən imamdan istəyəsən, sən elə bir dənə ruhani tapıb onu ilə dərdləşsin, elə bu kifayət eləyir. Bu şuuraltını təmizləmək məsələsində alimlər hədislərə, ayələrə əsasən bizə məsləhətlər veriblər ümidsizliyin qarşılanmaq üçün. İnsanı praktik olaraq ən çox ümidvar edən əməl namazdır. Yəni, daim Allah Teala ilə əsas, belə deyək, kontakt, münasibət, rəhmət kanalını açıq saxlayan, ən böyük kanal açıq saxlayan namazdır. Ayə deyirsiniz, yoxsa... Ayəni də siz deyin. Mən ipucu verdim ayəni. Bizim ayə deyirsə, onu da qeyd eləmişsin. Aha, buyurun. Ayələr də var, çox kifayətlidir ayə. Məsələn, həm ayə var, həm hədislər var. Səhih hədislərdə, yəni hamı tərəfindən qəbul edilir. Məsələn, ayələrdə məşhur ayə, hamımız bilirik, İstəinu bis-səbr və səlah. Namazdan kömək al. Namaz sizi pisliklərdən çəkindir. İnnəs-sələtə tənhə anil fəhşəl müəllümun qır. Namaz pislikdən çəkindirir, cinayətdən çəkindirir və yaxud Allah buyurur, hafizu aləs-salavat, namazları qoruyun. Alimlərdən biri buyurur ki, namaz elə bil ki, burada misal çəkir də, indi misalda münaqişə yoxdur. Deyirsən, avtomobili idarə edirsən ki, səni lazımı məqsədə çatdırsın, səni soyuq havadan, isti havadan qorusun, lazımı kondisioneri işlədirsən filan. Hansı şərtləndir bu? O şərtləndir ki, sən də onu qoruyasan. Tez-tez nəzarət eləyəsən. Namaz da elədir. Bilal təşbih. Namaz da elədir ki, sən namazı qoru ki, namaz səni qorusun. Hafizu aləs-salavat olmasa, namazları qoruyuna əməl eləməsən, innəs-sələtə tənhanil fəhşə necə olar? Namaz səni necə qoruyar günahdan? Yolda qoyarsan. Hədə, qalacaqsın yolda. Mövzu hafizudur da, müfailə babıdır. Bəli. Qarşılıqlı hifzdir. Olsun, indi... Həfəzə deyil, demək istəyirəm, ayə də onu deyir də. Namaz səni qoyar, sən namazı. Sonra buyurur, vəs-salatil vusta. Orta namazı daha çox qoruyun. O xüsusi qeyd edilir. Niyə? Bəli, ki, buyururlar, hədisdə var, zöhr namazından söhbət gedir. Niyə? Çünki indi o dövrdə ərəblər günün ortasında çox isti idi,
gəlmirdilər zöhr namazına. Ona görə şə'n Amma nüzulu bəs sübh budur. demirlər onu Şamdan başladığına görə. İndi o da bir Şam hədisdir. xeftən Mən söz oxuduğum zöhrəsi. bu hədisdir. Yəni ki, Zöhr deyir. hə, zöhr. İkinci məsələ nə idi? İstihava. İndi onu gətirim müasir dövrə. İnsanın məşğuliyyətlərinin ən qızğın vaxtı nə vaxtdır? Zöhr var. Zöhr vaxtı. Adam onda namaz biraz gözləsin, işimiz var. Məsələn, onda deyir, yox. Onda daha çox namazdan qoruyun, yapışın ki, namaz sizi bu məşğuliyyətlərin ortasında, gərginliyin ortasında daha çox qorusun. Ya hədis var ki, Təsadüfi deyil ki, namaza çağırış elə Allahu Ekberlə başlayır ki, sənin üçün nə qədər qlobal olsa, sənin üçün nə qədər böyük olsa, Allahu Allah daha Ekber, böyük. Allah daha böyük. Qəşəng. Ya əlindən işuat qoy yerə gərginən. ya məsələn məşhur söz var, deyir ki, namaza demə işim var. İşə de namazım var. Bu gəlişi gözəl söz deyil. Yəni sənin ən mühüm məsələn işdir, işdən mühüm namazdır. Namaz insanın həyatına ilahi rəng qatır. Nə ilə? Hələ bir ki, səhər, günorta, axşam namazın o əzan vaxtında, ilk vaxtından gedir də söhbət. Bütün işləri onu ilə tənzimləyirsən. Dünyəvi adamlar nə deyir? Abeddən sonra, abeddən əvvəl onu ilə tənzimləyir. Biz deyirik ki, sübhdən sonra, zöhrdən sonra, şamdan əvvəl, şamdan sonra. Bu demək ki, bizim mayakımız o mala vuranlar padmayak mala vururlar. Yəni. Ki, özü üçün bir dənə o ölçü vahidi götürür. İnsan üçün o ölçü vahidi namazdır ki, sübh, günorta, axşam, yəni bunları hələ tənzimləməli. İstər-istəməz namazla tənzimlənən işlər ilahi rəng alır. Yəni. Namaz qılan adamın daim dərdini deyəcək, şikayət eləyəcək, gileylənəcək bir ünvanı var. Allah Teala ilə bu diyaloq imkanlarını saxlayıb, fürsəti var. Həmişə pis vəziyyətdə qaçar, məsələn, 2 rükət namaz qılar. Ya Peyğəmbərlərin möcüzələrinə baxın. 2 rükət namaz qılırdı, ayı bölürdü. 2 rükət namaz qılırdı, ölü dirildirdi. Hətta bunu kafirlər bizdən yaxşı başa düşmüşdülər. Şüeyb əleyhissalama deyirlər, Quran-Kərimdə ayəsi var ki, namazın sənə əmr edir ki, sən bizə deyirsən, bazarda az satmayaq, aldatmayaq cəmaatı. Yəni hiss edirlər ki, orada qılandan sonra nəsə bunda dəyişiklik olur. Maraqlıdır ki, namaz necədir? İndi düşündüm onun. Nə qəşəng ayə gətirdi ağa. Namaz insan bu hala gətirməlidir də, yəni. Dəyişməli də səni. Gözən deyir, sənin namazın belə eləyir. Bu bənzəyir bir dənə dərmana ki, sən nüsxəyə uyğun qəbul eləmirsən, deyirsən ki, təsir eləmədi ki. Nüsxəyə uyğun qəbul elə də. Onu namazı həyat olsun namaz qılanlara ki, Zay demir, eləyirsən, namazı hə. tərk edir, namaz qılanlara səhlənkardır. Hətta Allah şikayətlərini deyir ki, fəxələfə min bədihim xəlfun əda'us-salah. O bəzi insanları sayır möminədir. Onlardan sonra bir dənə nəsil gəldi. İlk şikayət Allahın budur. Deyir ki, namaz zay elədilər. Namazı zay elədilər. Yəni demir namaz qılmadılar, namazı zay elədilər. Deyirlər ki, namaz insanın həyatının ortasına, həyatına salmalısan. İnsan deyir ki, həyatımda da namaz. Deyil həyatında. Sənin biznesində namaz rol oynamırsa həyatında deyil. Ruhaniyyətində namaz rol oynamırsa həyatında deyil. Sənin ictimai münasibətlərində, münaqişələrdə, tərəflə mübahisələrində namaz rol oynamırsa, o sənin həyatında deyil ki. O kənardadır. O bir küncdədir. O bir küncdə qalıb. Məsələn, niyə görə cəmaat və cümə namazları? Qulaq da hər kəs tək ibadətini eləsindədir. Yox, cəmiyyətin ortasında olmalıdır namaz. Namaz idarə etməlidir, sütundur. Dinin sütunudur, bəli. Din insandan ayrı deyil, insan da namazdan ayrı olmamalıdır. Bu sütun qalsın da. Ona görə alim buyurur ki, demir namaz qılın. Quranda bilən namaz qılın ayəsi yoxdur. Həmişə deyir əqimu, namazı dikəldin, qaldırın. Ne? Sütundur. Sütunu qaldırırlar ki, namaz ayaq üstə qalsın. Namaz dik qalsa, ayaq üstə qalsa, möhkəm olsa, bir istehkam kimi nə olacaq? İnsanın daimi ümid mənbəyidir. Namaz qılan insan niyə ruhdan düşməlidir? Şuur təmizlənməsinin gəlib çıxır ora, bəli. Yəni, insan başa düşür ki, məsələn, Quran-Kərimdə həmin o namaz ayəsi və
Bilirik ki, Fatihətül Kitabdan başqa namaz mümkün deyildi. Onsuz namaz mümkün deyil. Həmd surəsindən başqa. Həmd surəsində ən mərkəzi budur ki, ehdinə sıratəl müstəqim, məni doğru yola yönəlt. Niyə? Daim elə bil ki, buna refresh eləyir. Daim bunu, necə deyim, daim bunu format eləyir. İnsan daim yenidən sırat-ı müstəqimə, yəni qayıt, navigator kimi. Getmirsən də indi buradan dön. Sonra deyir ki, o biri tərəf keçmirsən, indi buradan dön. Bu birindən dön. Yəni dön də gəl o istiqamətə, sırat-ı müstəqimə ki, ən doğru və ən sürətli yoldur. Alimlərdən biri deyirdi ki, düz xətt ən tez hədəfə aparan xəttdir də. Düz xətt. Bəli. Bütün dolanbazlar uzağa apardı. Sırat-ı müstəqim də elədir. Ən sürətli, ən möhkəm yol odur və onu namaz təmin eləyir. Və unutmaq olmaz ki, sırat-ı müstəqim də yalnız mənəviyyata aid deyil. Sırat-ı müstəqim, yəni mənim tərəvəz satmağımda da sırat-ı Ümumiyyətlə müstəqim. yaşayışımda. Bəli, nəfəs almağımda sırat-ı müstəqim. Dostumla münasibətdə sırat-ı müstəqim. Efirə çıxmaqda sırat-ı müstəqim. Hər şeydə bu doğru yol öz qüvvəsində Bir olmalıdır. də orada bir söz ki var, sirat var da, müstəqim sözünün gəlməsi də ayədən bir mesaj da var bizə ki, istiqamət istəyirsənsə yalnız siratda mümkündür. Başqa yollarda hər yerdə büdrəyəcəksən. İstiqamət yəni Möhkəm möhkəmlik dayanmaq, olmaq, möhkəm dözümlü olmaq olmaq. istənsə, səbbət əqdamənə istənsə Bəli. orada mümkündür, oradan başqa elə mümkündür. Bir də daimun gəlib də namazın halında. Bəli. Hum fi salatihim daimun kəlməsi gəlib. Yəni daim Bəli. namazda siz deyən kimi də, yəni ibadətindən də, bəzən də ticarətindən ibadət iyi gəlir, bəzən ibadətindən dünya iyi gəlir. Yox, yəni deyirəm, sübh namazı bir enerji verir sənə. Bəli. Ki, zöhrdə o qurtarır da, zöhrdə tez eləməlisən. Zöhrdə yığırsan, bu zərətqanı gəlirsən Şama qədər. Şamda zərətqanı. Bunu həqiqətən hiss eləmək lazımdır ki, doğrudan da sən bu zərətqanı yığdın. Adam var üstünə gəlir də. Adam var sübhü qılır, Yəni, elə bir enerji yığır ki, zöhrdə bitmir. Zöhrdə üstünə gəlir. Sonra Əhsən. axşamda o lap nurun əla nur olur, gedir qabağa. Ümumiyyətlə o ayə dedi, "Əlləzinəhum fi salatihim daimun", namazda daim olanlar. Allah Teala bəzi sözləri bizə təbliğat üçün buyurur, amma incələyəndə görürsən ümumiyyətlə başqa çarə yox deyə. Adamın daim fikri Allahda olmasa, şeytan adamı uğurlayır. Adam mömin qala bilmir ki. Yəni namaz həvəsi olmur ki insanın. Ona görə həvəssiz qıldır, kəsil olur namazda, tənbəl olur. Ümumiyyətlə həyat da, məmat da, dünya da, axirətdə şuuraltını ona kökləməklə düzəlir. Şuuraltını o istiqamətə kökləməklə. İnnə salati və nusuki Bəli. və məhyaya və məmati lillahi Rəbb. Birinci namazı deyir. Bəli. Olmasa, yəni ümumiyyətlə daim fikir adamın namazda olmasa, o necə uğurlu mömin ola biləcək? hiss eləyən adamlar var ki, ya o enerji necə, Allah necə namaz halında olanda insan Allahın rəhmət xəttinə düşür də. Onu hiss eləyən adamlar necə ağlayırlar namaz üstündə. Allah Seyyid Esmə rəhmət eləsin deyir ki, bicadı gül ki hicridə ey afət, ağlaram. Bu ağlamaq verər mənə bir halət, ağlaram. Qəd qavmətə səlah, müəzzin deyən zaman, ey gül, düşər xəyalıma ol qamət, ağlaram. Gözəl, maşallah olsun. Adam var, qəd qamət salah deyəndə mənəvi qamət yadına düşür. Adam var, itirdiklərini tapır ki, görürsün. Qələm ara qoymuşdum mən. Ay uşaq, get filan şey gətir, indi yadıma düşdü. İmam Sadiqdən də hədis deyir ki, qəd qaməti salat deyəndə deyir də mənası budur, xanə ziyarə. Ziyarət vaxtı yetişdi, geyrəm Allahla görüşməyə. Ümid mənbəyidir namaz. Namaz ümid mənbəyidir və bunu Qəşəng oldu. qılanlar bilir. Hətta mən bir dəfə araşdırmışdım statistikaya baxanda. Namaz qılanlardan intihar eləyənlərin sayı barmaq sayı qədər olar dünyada yox olmaz. Çünki daim o kanal aktivdir. İlahi rəhmət kanalı aktiv olduğu üçün nə qədər boşluğa düşsə də oradan təminat gəlir, qida Yadıma gəlir. düşdü, qoy bunu da qeyd eləyim. Bəzən adamlar sənə namaz qılan düdün yazmışdır. Deyir, namaz qılan bəndədir. Bəndə, yəni qul, Allaha quldur. Qılmayan şər bəndədir başa. Şərməndə, yəni üzü qara, yəni Allah yanında Xəcalət. xəcalətli mənasındadır.
Bunu götürürlər, bayraq əlirlər ki, xeyr ola biz şərbəndəyik, bir namaz qılmırsa, xeyr, heç kəsə şərbəndə demək kimi bir fikir yoxdur. Sadəcə olaraq namaz qılmayan insan qiyamətdə Allah yanında utanacaq. Çünki İmam Sadıq əleyhissalam deyir ki, hər bir günaha bir bəhanə tapıb deyə biləcəksən. Amma namaza heç bir bəhanən olmayacaq. Nə deyəcəksən ki, namaz qılmamışam? Səbəbi nə olub namaz qılmamısan? Başqa günahlar belədir ki, cavan olmuşam, nəfsim çəkib, axırda bir şey üzrxahlıq üçün nəsə deyəcəksən. Nə oldu ki, namaz qılmadın? Ümumiyyətlə o dediyi söz ki var, namaz qılmayan şər bəndədir. Ümumiyyətlə dinimizi, o bayaq dediyi, biz Allahı düz başa düşməmişik. Dinimizi düz başa düşməmişik. Din bəzi statuslar verir, fikri statuslar. Amma təhqir eləmir. Təhqirləmir. Məsələn, deyir, bu qeyri-müsəlmandır, qeyri-müsəlman statusu kafirdir. Kafirlər də iki yer ayrılır. Kitab əhli olan kafirlər, pakdılar. Bütpərəst, ateistlər, onlar kitab əhli kimi deyirlər. Amma bir məsələ var. Bayaq o keçən verilişdə deyildi, bayaq da oya deyildi. Qul li ibadiyəllezine əsrafəl anfusihim. Bütün bəndələrimə de. Demir möminlərə de. Bütün bəndələrimə de ki, məyus olmasınlar. Yəni Allah Taala'nın rəhmət qapısı hamının üzünə açıqdır. Niyə açıqdır? Bunun məntiqi var. Bütün məxluqatı Allah yaradıb ya yox? Cavab müsbətdir. Bəli. Allah sevmədiyini yaradar. Xeyr. Mümkün deyil ki, bir usta bir şey düzəlsin, deyəsən, bunu niyə düzəldirsən, bu birini niyə düzəltmirsən? Bundan xoşum gəlir. Allahın bizdən xoşu gəlib biz yaradıb. O bir alim deyirdi, Allah Taala üçün hamımız özəlik. Niyə? Çünki deyir, hamımıza xüsusi dəvətnamə göndərib barmağımızdakı izlərlə. Hamımıza. Qəşəng. Heç bir dəvətnamə o birinin dəvətnaməsinə oxşamır. Yəni, hərəvizə özəl bir dəvətnamə gəlib ki, gəlin bu dünyaya. Və bu dünyanı o alim buyurur, hacı siz də oxumusunuz yəqin ki, bəziyib, yeri fərş, yaşıllıqla bəziyib, göyləri, ulduzlar, zatlar yandırıb eləyib. Deyir, hətta ona görə qiyamətdə göylər, işıqlar, zatlar sönəcək, ulduzlar. Çünki qonaq getdi də. Yığışdırın. Xalça palazı yığışdırın, işıqları söndürün. Hər şeyi məhv edin, çünki qonaq getdi. Burada qonaq yoxdur. Bu dünyada bu insan adlı şərəfli varlıq yoxdursa, darmadağın eləyir dünya. Hədisi qüdsi yadıma düşdü. Deyir, ilahi mənlə elə davransa, elə bir dənə bəndə var, o da mənə. Məndən başqa bəndə yoxdur. Mən istəyirsə o hədisimiz başqa variantın deyim. Musa əleyhissalam Allah Teala buyurur ki, mən sizin hər birinizlə elə davranıram, elə məşğulam. Sanki o həmin bir nəfərdən başqa heç kəs yaratmamışam. Amma siz mənimlə elə məşğulsuz, sanki məndən başqa hamı sizin Rəbbinizdir. Bir dənə mən sizin Rəbbiniz deyil. Dəşəm. Bu hədisi qudsuda deyir ki, bitirək. Deyir ki, bəndə mənə qarşı çox insafsızsan. Belə bir dua sözü var. Hədisi qudusunu oxumuşam. Deyir, mənə qarşı insafsızlıq edirsən. Birində mən deyim, Allahına qarşı nankordur. Bir dənə də qudüs hədisi mən deyim, lap qəmli olsun da. Deyir ki, mən sənə görə, onu demişəm bir dəfə, onu söhbətləmişim. Mən sənə görə 6000 illik bəndəmi qapımdan qovmuşam şeytanı. Mən sənə görə onu qovmuşam. Onun mənimlə problemi yox idi, səninlə problemi var idi. Mən onu qovandan sonra sən məni atmışsan, getmişsin onun qapısı. Bir dənə də hədisi qudsi mən deyim. Dəhşət. Çox qəşəng. Deyir ki, ilahi və Rəbbim, ya Rəbbəl aləmin, bəndə sən məndən elə davranırsan ki, tutaq ki, mən sənə bir dənə bir çətinlik göndərəndə, car çəkirsən, hamıya danışırsan. Amma sən bura günah göndərsiz, mən məliklərə demirəm. Sədi Şirazi Gülüstanın əvvəlində deyir, onu deyir, bəndə ki, pislik eləyir, çox israrla pislik eləyir, Allaha dua edir, Allah qəbul eləmir, baxmır üzünə. 2 dəfə, 3 dəfə Allah mələklərinə deyir ki, ya məlaikəti, qəd istəhiyyəytu min abdi, və leysə ləhu qeyri, fəqəd qəfərtulah. Ay, mənim mələklərim, utanıram onun dualarından, o məndən başqa hissəsi yoxdur, bağışlayıram onu. Belə bir Allaha olan ümidsiz olması absurddur. Deməli, bizim mövzumuz ümidsizliyin səbəbləri oldu. Nəzəri olaraq Allahı tanımamaq bir, ölümü və həyatı tanımamaq 2 və şuuraltını təmizləyə bilməmək 3.
Praktikdə insanın bəzi əməlləri insana ümidsizlik verir. Bəs. Onun əksinə insana ümid verən ən böyük amil Namaz. namazdır. Qəşəng. Bəli, gözəl. Davam eləyərik də bu mövzuna. Hə, inşallah. İnşallah. Qəşəng. Ustadlar, və la təhinu və la təhzənu ayəsini dediniz bugün. Hacı dedim mən biləm müəyyən qədər. Təhinunun ayrı dedi. Bəli. Süslük eləmir. Və entumul a'launa in kuntum Bəli, mu'minin. bəli. Mömin olsanız ən üstünsüz. Ben isterdim elə bu ayə ilə yekunlaşdıraq bu mövzumuzu. Daha davam olmayacaq ki bu mövzunun. Yox, inşallah var mən bilən. Mövzular qaldı da. Praktik nələr eləsə ümidli olarıq. Və ümidin də faydalarını danışarıq. Onu da danışarıq. Ümidsizlik yaradan praktik səbəbləri də demədik. O da var. Deyərik. Ki, nə yaradır? Hansı əməllər insanda ümidsizlik Qəşəng, yaradır? qəşəng. Aha, Mütləq. dərmanı, yolu, Bəli. bəli. Siz onlardan biri namaz idi, dərmanın dediniz və digər dərmanlar Davam da var, eləyəcəyik. davam var. Bəli, çox gözəl. Xülasəsi bu olsun ki, ümidsizlik olmamalıdır. Çünki ay insan, sən öz başına deyilsən, sənin Allah kimi bir rəhbərin var, sənin Allah kimi xaliqin var, səni Allah kimi sevən var. Sadəcə olaraq sən özüvi bir muttar, yəni hər kəsdən ümidini üzmüş, yalnız Allaha ümid bağlamış aparsın özüvi. Onda Allah Teala sənə deyir ki, əmmən yucibul muttarra izə da'ah Və yakşifus. Möhtəşəm. Allah qorusun sizi ustadlar. Növbəti həftə inşallah yenə bu mövzunu davam edəcəyik. Əziz və möhtərəm izləyicilər və xüsusən də çətinlikdə olanlar, problemlərlə əhatələnən insanlara aiddir. Onlar ümidlərini üzməsinlər. Bax, bu verilişləri, xüsusən bu proqramları izləsinlər onlar və yaxud da yaxınınızda, ətrafınızda, bax, belə çətinliklərdə qərq olan insanlar tanıyırsınızsa, belə bir proqramları izlədin ona, göndərin, qoy, izləsin inşallah. Ümid edirik ki, çox yaxşı olacaq. Növbəti verilişdə görüşənə də sağ olun, Allah amanında.